Dünyada ən çox valı qırılan avtomobil 3 dizel mühərrikli Range Rover'dir. Bəli. Nə qədər bu problemlər olsa da, bu avtomobilləri sürücülər sevir, idarə edir, pul xərcləyir və yəqin ki, sürüşündən zövq alır. Eynilə bu avtomobil də 3 dizel mühərrikli 2015-ci il istehsalı avtomobildir və avtomobilin 214 min kilometr yürüşü var. 60 min kilometr bir mühərrik yağı ilə istifadə olunub və 7 min kilometrdən bir yağı dəyişdirilib və bir çox hallarda avtomobilə doğru kodlu yağlar istifadə olunmur. Bəli, əslində DPF-li 3 dizel mühərrikin təsdiqi 03-5005 tələbidir ki, Ravenol FLJ 5W30 özürlüyündə bu kodlar təsdiqdir, yəni spesifikasiya deyil, birbaşa təsdiqdir. Və həmin kodlu biz yağdan istifadə edirik, nəticə isə göz qabağındadır. Hələ avtomobilin mühərrikində zərrə qədər də olsun problem yaranmayıb və elə bundan sonra da yaranmayacaq.